EHQ bərabərdir mənfi delta fi bölünsün delta t'dir. Bu da bərabər mənfi L delta i bölünsün delta t'dir. İndi i'nin t'dən asılığından EHQ-nın t'dən asılığına keçək. Qrafikin birinci hissəsində i sabitdir, EHQ sıfırdır. Çünki sabitin törəməsi sıfır olur. Qrafik bax bu şəkildə sıfırın üzərində olur. T0-2 T0 aralığında i t'dən xətt asılıdır. Xətt asılığın törəməsi də ki, sabit olur, amma qabaqda mənfi işarəsi var. Onu da nəzərə alırıq. Bu şəkildə çəkirik. Sonra isə 2 T0, 3 T0 aralığında i daha çox dəyişib. Yəni, bura nisbətən burada dəyişmə çoxdur. Onda EHQ-nın da qiyməti daha çox olacaq. Özdəki bu dəfə müsbətdə olacaq. Çünki i azalıb. Qarşıda da düsturda mənfi işarəsi var. 0 T0 aralığında induksiya cəryanı yaranmır, düzdür. Sabitin törəməsi 0 olur. T0 2 T0 aralığında induksiya zamandan xətti asılıdır. Yox. I zamandan xətti asılı olan da EHQ zamandan asılı olmur, sabit qalır. 2 T0 anında induksiya cəryanının istiqaməti dəyişir. Bəli, doğrudur. Çünki əvvəl artırdı, sonra azalır. 2 T0, 3 T0 aralığında induksiya EHQ-sının modulu ən kiçikdir. Yox, böyükdür. Çox dəyişib. 2 T0, 3 T0 aralığında maqnit seli azalır. I azalırsa, bu deməkdir ki, maqnit seli də azalır. Bəli. 1, 3, 5. Deməli, diodda bax, bura müsbət, bura mənfiyə qoşulur. Bura müsbət, bura mənfi. Bu da vakum diodudur. Katod mənfiyə, anod müsbətə qoşulmalıdır. Burada müsbət, bura mənfi. İndi baxaq görək hansılar düz qoşulub. Bu müsbət, bura mənfiyə qoşulub. Deməli, bir yanası deyil. Bu mənfiyə qoşulub. Aha. Deməli, 2 yanacaq. Bu müsbətə qoşulub. Aha. Deməli, düz qoşulub, 3 də yanacaq. Bu mənfi bu müsbətə qoşulub. Onda belə çıxır ki, 4 yanmayacaq. 2 və 3. Deməli, bu şua düşüb, üzərindən də təzdən qaydırsa, deməli, perpendikulyardır. Bura 40 dərəcədirsə, deməli, burada 40 dərəcədir. Bura 90 olduğuna görə alfa bucağına da qalır. 90 minus 40. 50 dərəcə qalır. Hər hansı bir element var. ZA. Üzərinə proton gəlirik. 1, 1. Olmalıdır oksigen 8, 16. Bir də alfadakı helium 2, 4 nüvəsidir. 8-in üstünə 2 gələndə 10 eləyir. 16-nın üstünə də 4 gələndə 20 eləyir. Deməli, Z-lə 1-in cəmi 10 eləməlidir. A ilə də 1-in cəmi 20 eləməlidir. Onda A 19-dur. Z də 9-dur. Söhbət fluordan gedir. Qayışlı ötürmədə sürətlər sabit olur. Eynidir sürətlər. N bərabər V bölünsün 2 pi R düsturuna baxsaq, V sabit qalanda N R-lə tərs asılı olur. Onda N1 bölünsün N2 bərabər olacaq R2 bölünsün R1-ə. Yəni, radiusu R olanda tezliyi 360-dırsa, 3R olanda radius 3 dəfə artıbsa, tezliyi 3 dəfə azalmalıdır. 360 bölünsün 3, bu da olur 120. Amma bir dənə məsələ var. Orada dövr böl dəqiqə ilə veriblər. Cavablarda dövr böl saniyə istəyir. 1 dəqiqə 60 saniyədir. Və bunlar ixtisar gedir. Orada da qalır 2. A variantı. İntensivlik xətləri potensialın azalması istiqamətində yönəlir müsbətdən mənfiyə. Və tutaq ki, A nöqtəsindən B nöqtəsinə gedirsə, fi A, fi B-dən çoxdur. İndi deyir ki, orada potensialı böyük olan nöqtədən kiçik olan nöqtəyə getdikdə. Yəni ki, elə A-dan B-yə gedir. Kinetik enerjisi azalır. Kinetik enerjisi azalırsa, bu deməkdir ki, sürəti azalır. Yəni, zərrəcik yavaşlayan hərəkət edir. Hansı zərrəcik A-dan B-yə gedəndə yavaşlayan hərəkət edir? Əlbəttə ki, mənfi yükə malik olan zərrəcik
Ona təsir edən qüvvə bu istiqamətdə yönələcək, müsbətə cəzb olunacaq. Ona görə yavaşlayan gedəcək, get-gedə kinetik enerjisi azalacaq, potensialı artacaq. Deməli, elektron ola bilər, qalanları ola bilməz. Yalnız 3. O birisilər müsbətdir. İpə bağlanmış M və 2M kütləli cisimləri var. F qüvvəsi ilə dartılırlar. Sürtünmə də nəzərə alınmır. A bərabərdir. F bölünsün onların kütlələri cəmi 3M. İpi kəsdikdə onların təcili nəyə bərabər olur? İpi kəsdikdə M1-ə heç bir qüvvə təsir eləməyəcəyindən onun təcili 0 olacaq. M2-nin təcili isə F bölünsün 2M-dir. F bölünsün 3M A-dırsa, belə bir məxrəclərini eyniləşdirə bilərik. Onda görünür ki, 2F-ə A uyğun gəlirsə, 3F-ə uyğun gələcək 1,5A. M2 kütləli cismin ağırlıq mərkəzi buradan da 3 dama olduğuna görə buradan bura qədər məsafə 3-ün yarısı 1,5 edir. Onda bura qədər 2 dama olduğundan bura qalacaq 2 çıxılsın 1,5 yəni 0,5. M1-in isə ağırlıq mərkəzi bura düşür. Onda M2 vurulsun 0,5 bərabər olur. M1 vurulsun, onun da məsafəsi 1 damadır. M2 bölünsün, M1 də bərabər olacaq 2-yə. Y foton bərabərdir. A çıxış, üstəgəl Y kinetik. Şərtdə deyir ki, çıxış işindən 5 dəfə çoxdur, Y kinetikdə 12-dir. 5 A çıxış. Çıxış işi 3 elektron voltu. X oxu istiqamətində hərəkət edir. Əvvəlcə təcil də müsbətdir, onda yeyinləşən hərəkət eləyəcək. Aha. Sonra yenə yeyinləşəcək, amma təcil biraz azdır. Ona görə biraz yavaş, az dəyişəcək, yəni sürəti. Sonra ümumiyyətlə qüvvə yoxdur bu aralıqda, ona görə sabit qalacaq. Sonra da qüvvə mənfiyə düşdüyünə görə başlayacaq azalmağa. Yavaşlayan hərəkət eləyəcək. Harda kinetik enerji azalmışdır? Burada artır, burada da artır, burada sabit qalır, burada azalır. T3, T4 intervalında. Sürət azalırsa, bu deməkdir ki, mv kvadratı bölü 2-dən kinetik enerji də azalır. Hamar üfüqi sədd dediyinə görə hərəkət elə X oxu istiqamətində də davam eləyəcək. İmpulsun saxlama qanunundan toqquşmadan sonraki sürəti tapacaq olsaq, olacaq P sistem bölünsün M sistem. Plastilin X oxu boyunca hərəkət etmirdi, Y oxu boyunca hərəkət edirdi. Ona görə Y oxu boyunca onun impulsu 0-dır. Sadəcə arabanın impulsu var. Arabanın impulsudakı sürəti 5V-dir, kütləsi də 4M-dir. Bölünsün sistemin kütləsi də 4M, üstəgəl M olacaq. Bu da bizə verir 20 MV bölünsün 5M. Alınacaq 4V. Y variantı. Tam enerjinin xüsusi düsturu yoxdur. Maksimum dəyərlərlə təyin olunur. KXM-in kvadratı bölü 2 ya da ki MVM-in kvadratı bölü 2. K 300'dür. XM 0,2'dir. Kvadratı 0,4 eləyəcək. Bölünsün 2. Bu da eləyəcək 6 joule. Deməli, kinetik enerjinin maksimum qiyməti olacaq 6. Bir də ki, burada Y kinetik, sürət, impuls, digər tərəfdə isə Y potensial, qüvvə, təcil və yer dəyişmə. Bunların biri maksimum olanda digəri minimum olur. İndi burada qrafikdən görürük ki, X maksimumdan başlayıb. Onda gərək ki, bunlar minimumdan başlasınlar. Yəni, X kosinusla dəyişirsə, bunlar sinusla dəyişməlidirlər. Ona görə 0-dan başlamalıdır. Maksimum qiyməti 6-dır. Çünki tam enerji 6-dır. Kondensator üçün Q bərabər CU, sarğac üçün F bərabər LI-dir. Bu kəmiyyətlər maksimum olanda bu kəmiyyətlər minimum olur. Yəni, maqnit seli minimum olacaq. Maqnit sahəsinin enerjisi, bir də ki, cəryan şiddəti. Burada nə var? İnduktivlik yox, yük yox, yük maksimum olmalıdır. Maqnit sahəsinin enerjisi, tam enerji yox, tam enerji minimum olmur, dəyişmir ki. Yalnız 3.
Cisim mayəyə daxil olduqda öz həcmi qədər mayəni sıxışdırıb çıxardır. Yəni bu həcm nədirsə, buradakı mayenin həcmi də elə ona bərabərdir. Batan hissəsinin həcmi. İkinci qaba tökülən suyun həcmi cismin həcminə bərabərdir. Cismin yox, cismin batan hissəsinin həcminə bərabərdir. Cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Parazlıqda olduğu üçün bəli bu düzdür. Yuxarı doğru Arximed təsir eləyir. Cismin batan hissəsinin buradan göstərək. Belə aşağı doğru da mj və bunlar bərabər olurlar. Cismin sıxlığı suyun sıxlığından kiçikdir. Əgər bərabər olsa daxilində olardı, böyük olsa da onda çöküb dibində qalardı. Yəni deməli kiçikdir ki, bir hissəsi batıb, bir hissəsi kənarda qalıb. 2 və 3. Joule bölünsün Kelvin. Xüsusi istilik tutumu Q bölünsün M delta T, yəni Joule bölünsün kiloqram vurulsun Kelvindir. Boltzmann sabiti K. YK bərabər 2-də 3 KT-dir. Ona görə də Joule bölünsün Kelvin olacaq. K Boltzmann sabiti bu ola bilər. Xüsusi yanma istiliyi Q bölü M-dir. Joule bölək kiloqramdır bununki, yox. İstilik tutumu o da S delta T'dir. Q bərabər S delta T. O da Joule bölək Kelvin verir. Bu da olar. 2 ilə 4. Doyan su buxarı üzərində gedən proseslər. Aha. Birinci qrafikdə rho sabit qalıb. Deməli, orada izotermik proses olub. Həcm azalıb. Həcmin azalması n bərabər rho v-yə görə həcm azalır. Sadəcə kütləni azalır. Buxarın kütləsi azalar. Təzyiq sabit qalır. İdeal qaz qanununa ümumiyyətlə doyan buxar tabe deyil. 4-də ortaya yazıram. Buxarın konsentrasiyası sabit qalır, azalmır. Всё. Belə. Burada isə temperatur azalır. Burada həcm sabitdir də. Həcm sabit olanda rho, P və N temperaturla mütənasibdir. Temperatur azaldığı üçün onlar da azalırlar. Yəni təzyiq də azalır. Həmçinin kinetik enerji. Kinetik enerji nə vaxt dəyişməz? YK bərabər 2-də 3 KT-dir. Kinetik enerji temperatur sabit qalan da dəyişmir. Birincidə T konstantdır. Orada dəyişmir. Buxarın konsentrasiyası azalır. O da həmçinin bura aiddir. Burada buxarın kütləsi azalır. Ortaya yazılacaq. Çünki ikinci halda da, ikinci qrafikdə n bərabər rho v-də bu dəfə də v sabitdir. İndi də rho azalır. Ona görə buxarın kütləsi azalır. Deməli, birinci üçün S1 bərabərdir. Q1 bölünsün U1-dən tapmaq lazımdır. Yəni 20 bölünsün 50-dir. S2 də bərabərdir. 20 bölünsün 100-dür. Bu 0,4 verir. Bu da 0,2 verir. Paralel birləşdirəndə kondensatorların ümumi tutumları toplanır. Bu da bizə verir 0,6. Hansı cihazdan istifadə edərək cəryan şiddətini müəyyən etmək olar? I kvadratı RT var. Sayğac lazım olsa 10 metrdə lazım olar. Bu da Q bərabərdir. IUT desək. Elektrik sayğacı ilə istilik miqdarını ölçərik. Voltmetrlə gərginliyi, saniyə ölçəndən də zamanı. Deməli, bunda saat əqrəbi istiqamətində induksiya cəryanı yaranır. Fikir versək, bunların hamısında məsafələr 3-damadır. Aha. Onda cəryanlar da eynidirsə, induksiyalar da eyni olacaq. Aşağı qoyuram. Daha sonra nöqtədirsə, saat əqrəbinin əksi istiqamətində yenə də gəlir, aşağı olmuş olur. Və x-dırsa, saat əqrəbi istiqamətində bu şəkildə olur. Ona görə də burada olacaq belə. Aha. Bizə deyir yekun induksiya vektorunun istiqaməti. Baxın, elə bil ki, bunlar 2-də nə oldu? 2B verdi də bizə, hərəsi B olsa. Bu da bizə B verdi. Ona görə də yekun induksiya bu şəkildə olar. Bax, bu şəkildə olar. Yəni 2. I bərabərdir. U bölünsün. Z yazırıq, tab müqavimət. Kökün altında R kvadratı
üstəgəl x-nin kvadratı. Deməli, r bərabər rho l bölü s-dir. X də bərabər 1 bölünsün omega s-dir. Cəryanı əgər artırmaq istəyiriksə, onda müqaviməti azaltmalıyıq. Rezistoru qızdırsaq, müqaviməti artacaq, olmaz. Kondensatorun lövhələri arasına dielektrik daxil etsək, epsilon 0, epsilon s bölü d də qalxır yuxarı. Dielektrik daxil etsək, epsilon artır, tutum müqaviməti azalır, cəryan da artır. Dəyişən cəryanın tezliyini artırsaq, onda yenə müqavimət azalır, cəryan artır. Yəni 2 ilə 3 olar. Sərbəst düşmə zamanı V0 0 olur. H bərabərdir. V kvadratı bölünsün 2J'dir. Yəni orada kütlə yoxdur. Kütləyə baxmırıq. Sürətlərə baxırıq. H da eynən sürətlər kimi olur. Düz mütənasib. Kvadratik mütənasibdir. 1, 2, 3. D sinus fi bərabərdir K lambda. Buradan sinus fi'ni tapsaq, olacaq K lambda bölünsün D. Yuxarıdan aşağı doğru getdikcə dalğa uzunluğu azalır. Bizdə deyir ki, 5-ci narıncıdır. Yuxarıdan aşağı doğru getdikcə dalğa uzunluğu azaldığına görə meyl bucağı da azalır. Yəni bunlar sırayla sarı, yaşıl, mavi, göy ola bilər. Ən az dalğa uzunluğu göydədir deyə ən az meyl də göydə olacaq. Məsələn, burada. 15 saniyə müddətində cismin getdiyi yol. Yolda biz mənfini nəzərə almırıq. 60-dan gedib 80-a 20 metr yolu var. Sonra getməyib, belə 80-ın üstündə qalıb. Sonra 80-dan durub düşüb düz mənfi 50-yə. Yəni 80 metr burada, 50 metr də burada. 80 üstə gəl 50. 150 metr yoldur. Yer dəyişmədə isə bir başlanğıca baxırıq, bir də sona baxırıq və sondan başlanğıca çıxırıq. Mənfi 50 minus 60. Bu da eləyəcək mənfi 110. Yol yer dəyişmənin modulundan 40 metr çox olacaq. Cismə təsir edən sürtünmə qüvvəsini tapa bilərik. Üfüqi müstəvidə düstur müəmJ'dir. Münin qiyməti 0,5-dir, J 10-dur. Cismin kütləsi 4 kiloqramdır. Deməli, 20 Newton sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsinin işini tapsaq, F sürtünmə vurulsun S-dəki 1,6 metrdir. Bu da eləyəcək 32 joule. Cisim sükunətdə idi, daha sonra da gedir dayanır. Yəni başlanğıcda cismin enerjisi 0 idi, sonda da 0 olur. Yayın potensial enerjisi cismin sürtünmə qüvvəsinin işinə sərf olunur. Çünki cisim onsuz başlanğıcda da sükunətdə idi, sonda da sükunətdə olur. Bəs onda yayın potensial enerjisi hara sərf olunur? Sürtünmə qüvvəsinin işinə. Ona görə elə yayın potensial enerjisi də 32 joule-dur. Deməli, ikinci saniyənin sonunda fi'nin qiymətini hesablayaq. Bu bizə 20 verəcək. Fi kvadratı bölünsün 2L. 20 vurulsun 20. Amma burada milli veriblər. Milli 10 üstü mənfi 3'dür. Onun da kvadratı. 2 vurulsun L'dəki 0,1. 2000 vurulsun 10 üstü mənfi 6. Bu da eləyir 2 vurulsun 10 üstü mənfi 3. Cavabı da millicə olmanı istəyir. Ona görə olacaq 2. Young modulu materialdan asılıdır. Yəni ki, dəyişməz. Mexaniki gərginlik sigma bərabər F bölünsün S-dir. MJ bölü S yazsaq, o da 3 dəfə artar. Nisbi uzanma MJ bərabər K delta L-dir. M artıbsa, o da 3 dəfə artar. Sərtlik M-dən asılı deyil, dəyişməz. Potensial enerji kütlənin 3 dəfə artması qüvvəni də artırır da. Ona görə də qüvvənin kvadratı ilə mütənasibdir potensial enerji. Yəni, bura M kvadratı, J kvadratı bölünsün 2K yazmaq olar. Ona görə də 9 dəfə artar. Bu düzdür. Nisbi uzanma dəyişməz. Deməli, F bərabərdir epsilon Y S-dir. O da bərabər MJ yazsam, nisbi uzanma da M-dən düz mütənasib asılı olur. Yəni ki, o da 3 dəfə artar. Doğru cavab olur 3 və 5. Üfüqi müstəvidə sürtünmə qüvvəsinin düsturu müəyyən şeydir. Onu hesablayaq. Sürtünmə əmsalı 0,1 J 10'dur.
cismin kütləsi 50-dir, onda belə çıxır 50 Newton sürtünmə qüvvəsi təsir edir. Birinci halda dartı qüvvəsi 70-dir, yəni dartı sürtünmədən çoxdur. Belə hərəkət yeyinləşən hərəkət olur. Buna uyğun gələ bilər A variantı və Y variantı. İkinci halda 30 veriblər, yəni dartı sürtünmədən azdır. Bu yavaşlayan hərəkətdir. Buna uyğun gələ bilər C variantı. Həmçinin də SNT-dən asılığı bu şəkildə. Üçüncüdə 50 Newton elə dartı sürtünməyə bərabər oldu. Bu halda cisim düz xətli bərabər sürətlə hərəkət edər. B variantı və D variantı. Açarın açıq vəziyyətində sabit cəryan dövrəsində A1 ampermetrinin göstərişi 0 olacaq. Çünki kondensatorun yanında qoşulub, kondensator cəryanı buraxmır. A2 üçün yaza bilərik. I2 bərabərdir. U bölünsün R. Açar bağlandıqda isə cəryan müsbətdən gələcək. Sadəcə bax bu yolu izləyib gedəcək. Mənfiyə çatacaq. Yəni ümumiyyətlə rezistordan keçməyəcək. Qısa qapanma baş verəcək. Onda A2 ampermetrinin göstərişi 0-a qədər azalacaq. A2 ampermetrinin göstərişi azalır. A1 ampermetrinin göstərişi isə əvvəl 0 idi, amma sonra ondan cəryan keçir. Ona görə də onun göstərişi artır. Deyilən dövrəni qurduq. Hal-hazırda kondensatora qoşulmuş ampermetrin göstərişi 0-dır. Rezistora qoşulmuş ampermetrin göstərişi 90 amper göstərir. İndi açarı bağlayaq. Açarı bağladığımız halda rezistorun yanındakı ampermetrin göstərişi 0-dır, ondan cəryan keçmir. Və kondensatorun yanındakı ampermetrin göstərişi isə maksimumdur. Son 2 sual qaldı. Videolar sizə faydalıdırsa kanala abunə olmağı və paylaşmağı unutmayın. Bu şəkildə daha çox abituriyentin qarşısına bu videoların çıxması ehtimalını artırmış olursunuz. PV bərabər nu RT verilmiş kütləli ideal qazdır. AB hissəsində həcm sabit qalıb, deməli izoxor prosesdir. Temperatur artdığı üçün qızma. Temperatur artır, təzyiq artır. Həcm sabit qaldığı üçün konsentrasiya da sabit qalır. Verilmiş kütləli ideal qazda həmçinin sıxlıq da sabit qalır. P bərabərdir. Rho RT bölünsün M-də. Rho sabit, PT ilə düz mütənasib asılı olaraq, yəni temperatur artırsa təzyiq də artmalıdır. Amma Rho sabit qalmalıdır. Belə bir şəkildə çəkirəm. Sonra BC hissəsində VT ilə düz asılıdır. Deməli izobar prosesdir. P konstant qalıb. Onda da P sabit olmalıdır. Həcm artırsa, Rho bərabər M böl V'dir. Həcm artırsa, onda sıxlıq azalmalıdır. Elə qrafik çəkməliyəm ki, P sabit qalsın, amma sıxlıq azalsın. Bu şəkildə olmalıdır. Deməli, bura A'dır, B'dir, burada C'dir. Sərbəst buraxılır. V0 0-dır. Gəlin təcili tapaq. A bərabərdir. M1 minus M2 bölünsün. M1 plus M2 vurulsun J. Yəni 3 minus 2, 3 üstə gəl 2 vurulsun, J də 10-dur. Bu da eləyəcək 2. Təcili tapdıq. Onda cismin yerə dayanandakı sürəti V bərabərdir. 80 cm hündürlükdən düşür, özdə sərbəst düşür. Kök altında 2 AH yaza bilərik. 2 təcil 2-dir. H-dakı 0,8-dir də santimetri metrə çevirirəm. Alırıq kökün altında 3,2. Belə. Yerə gəlib çatanda onun sürətini tapdıq. İndi qaldı kinetik enerjisi. YK da bərabərdir. MV kvadratı bölünsün 2-dir. Kütləsi 3-dür. Kök altında 3,2-nin kvadratı 3,2 verəcək. Bölünsün 2. 1,6, 10-da 3-ə vuranda 4,8 joule.